дороге и куда бежать. Тебе решать, тормозить у края или газ нажать. Тебе решать, ничего никто не может навязать. Тебе решать, избежать угрозы или рисковать. Тебе решать. И на вопросы находить ответы. Реши, попробуй, на какой стороне, где ты. Мы же новые люди, повторяйте вместе с нами. И другими не будем, мы всего добились сами. Мы же новые люди, если видишь наше знамя. И другими не будем, значит бригада в сборе, разгорается пламя. Помогать не надо, просто не мешай. Тебе решать, где твой старт и финиш, где твой отдырай. Тебе решать, что тебе оставить, что другим отдать. Тебе решать, где ты можешь ползать, можешь и летать. Тебе решать. Мы же новые люди, повторяйте вместе с нами. И другими не будем, мы всего добились сами. Мы же новые люди, если видишь наше знамя. И другими не будем, значит вся бригада в сборе, разгорается пламя. Мы же новые люди, повторяйте вместе с нами. И другими не будем, мы всего добились сами. Мы же новые люди, если видишь наше знамя. И другими не будем, значит вся бригада в сборе, разгорается пламя. Разгорается пламя вокруг нас, одни скандалы. Рэперы кричат попса, рокеры кричат вандалы. Вся эстрада в шоке, критика упреки. Под общественным прицелом складываю речу в строки. И фанаты штурмуют стадионы, радиоротация покрыла регионы. Если вы хотите шоу, то вы заплатите, ведь мы зарабатываем, пока вы тратите. Новая свобода, ветер перемен. Переменение хода на другой момент. Старый год за годом отойдет на нет. Новые коды, свободы, новый билет. Долго меня трудной дорогой вел. Демонтировать мир крошками стекол. Вместе мы сила, вместе команда. Потому что мы банда. И на вопросы находить ответы. Реши, попробуй, на какой стороне, где ты. Мы же новые люди, повторяйте вместе с нами. И другими не будем, мы всего добились сами. Мы же новые люди, если видишь наше знамя. И другими не будем, значит вся бригада в сборе, разгорается пламя. Мы же новые люди, повторяйте вместе с нами. И другими не будем, мы всего добились сами. Мы же новые люди, если видишь наше знамя. И другими не будем, значит вся бригада в сборе, разгорается пламя. Hər bir dövlətin gələcəyi onun gənclərindən asılıdır. Gənclər nə qədər bilikli, yüksək liderlik keyfiyyətlərinə malik olsalar, dövlətin gələcəyi bir o qədər parlaq olar. Bunu nəzərə alan dövlətimiz neftdən gələn kapitalı insan kapitalına çevirmək istiqamətində məqsədyönlü işlər görür. Bugün Azərbaycanda insan kapitalının inkişafı əsas prioritet istiqamətlərdən biridir. Hər hansı sahədə təmsil olunmağımızdan asılı olmayaraq, biliklərimizi ardıcıl olaraq zənginləşdirmək və peşəkar bir səviyyə çatdırmaq yolu ilə təmsil etdiyimiz fəaliyyət istiqamətlərinin inkişafına töhfələr vermək bir gənc olaraq bizim əsas məqsədlərimizdən biridir. Bu prosesə öz töhfəsini vermək üçün İrəli İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti 17-19 dekabr 2010-cu il tarixlərində Novxanı Ak-Oteldə gənc liderlər üçün Qış Universiteti layihəsinə start verirlər. Layihənin məqsədi gənc liderlərin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, habelə yerli özünü idarəetmə və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsidir. Qeyd etmək istərdim ki, bu Qış Universiteti daha çox, tərkib etibarilə müxtəlif nümayəndələr, müxtəlif iş yerlərindən olan nümayəndələr var burada, amma daha çox bələdiyyələrdə bələdiyələr təmsil edən nümayəndələr üstünlük təşkil edir. Mən də sırf bələdiyyə olaraq onu qeyd etmək istərdim ki, bu həqiqətən də
gələcək karyeramız üçün çox şey buradan öyrəndik. Necə ki, mən bundan qabaq da bir çox universitetlərdə iştirak etmişəm. Yay Universiteti, Qış Universiteti, bundan əvvəlki İrəli İctimai Birliyinin elədiyi Qış Universiteti. Və onlar indi hal-hazırda mənim bələdiyyədə göstərdiyim fəaliyyətə, işimdə, təhsilimdə həddindən artıq çox mənə təsir etdi, uğur gətirdi. Ona görə də mən əminəm ki, bu da mənə uğur gətirəcək. Artıq Qış Universitetində təlimlərə start verildi. Birinci təlimi İrəli İctimai Birliyinin sədri Ceyhun Osmanlı gənclərin liderlik və idarəetmə təşəbbüslərinin inkişaf etdirilməsi mövzusunda idi. Çox maraqla dinlənilən məruzənin sonunda Ceyhun Osmanlı iştirakçıların suallarını cavablandırarkən bu sahədə beynəlxalq təcrübədən yararlanmağın vacibliyini qeyd etmişdi. İrəlinin təşkil etdiyi Qış Universitetinə qatılmaqda çox şadam. Məncə Azərbaycanda belə bir şeyin təşkil olunması çox müsbət haldır və bu gənc liderlərin həm də mənim gələcək həyatıma çox müsbət təsiri olacaq. Sonra layihələrin idarə edilməsi mövzusu ətrafında Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin aparıcı mütəxəssisi Ramiz Məmmədlinin təqdimatı oldu. Təlimçi layihələrin idarə edilməsi üçün uyğun olan korporativ strukturun seçilməsi, layihələrin həyata keçirilməsi zamanı rastlaşılan problemlərdən operativ çıxış yolları barədə geniş məlumat verdi. Bu dəfəki Qış Universitetinin spesifik xarakteri odur ki, bu dəfə biz öz sahəsində, QHT sahəsində, bələdiyyələrdə və s. öz sözünü demiş insanları bu layihəyə cəlb elədik və təbii ki, bunların gənc olması şərti var idi və bu insanların bir-biri ilə diyaloq qurması, bir-birini tanıması və ümumiyyətlə onlara maraqlı olan mövzuların müzakirəyə açılmasını təmin elədik. Təbii ki, dəvət elədiyimiz ekspertlər Respublikada öz sözünü demiş ekspertlərdir. Yəni bunlar elə insanlardır ki, gənclərə tövsiyələrini verdilər. Növbəti günün təlimçisi Baksel MMC-nin Korporativ Kommunikasiya şöbəsinin müdiri Pərvanə Məmmədova idi. Ekspertin ünsiyyət bacarıqları və korporativ sosial məsuliyyət mövzusunda təlimi maraqla qarşılanmışdı. Onun sözlərinə görə korporativ sosial məsuliyyətin qurulması, habelə biznes gəlirlərinin bir hissəsini bu yönə yönəltməklə təşkilatın dayanıqlı inkişafını təmin etmək olar. Korporativ sosial məsuliyyəti və ünsiyyət bacarıqlarının inkişafı sessiyasına keçirdim. Gənc liderlərlə bu qış məktəbində çox önəmli idi ki, aktiv bələdiyyə üzvləri, gənclər, hansılar ki, bunlar sonra öz işlərini qurmalıdırlar, gəncləri aktivləşdirməlidirlər bələdiyyə səviyyədə, bu bilikləri, burada alan bilikləri sonra həyata keçirə bilsinlər və mən çox edirəm, çox aktiv uşaqlar idi. Yəni sualları ilə, maraqları ilə, yəni görünür ki, bunların planlaşdığı ideyaları var, planları var ki və çox ümid edirəm ki, bu sessiyadan sonra, bu qış məktəbindən sonra reallığa keçəcək bunlar. Bunlar həyata keçirdib öz burada əldə edən bilikləri həyata keçirə biləcəklər. İştirakçılarımız təlimlərdə aktiv iştirak etməklə yanaşı asudə vaxtlarını da xeyirli təşkil edirlər. Kimisi bilyard, kimisi nərd oynayır, kimisi isə musiqinin sədaları altında rəqs edir. Bununla gənclərimizi istirahət edərək sabahsı günün təlimdə dincəlmiş halda yeni bilikləri qazanmağa hazırlaşmış kimi də qiymətləndirmək olar. İlk növbədə mən İrəli İctimai Birliyinə bu layihəni həyata keçirdiyimə görə və ona dəstək olan Gənclər İdman Naziri və digər donor təşkilatlarına həqiqətən dərin təşəkkürümü bildirirəm və təşəkkürümü bildirirəm ki, bir gənc lider kimi məni bu layihəyə dəvət ediblər. Onu qeyd edim ki, həqiqətən də bu təlimdə iştirak eləmək mənə elə gəlir ki, mənə və bizim təşkilata ümumilikdə Azərbaycan sivil cəmiyyətinə, sivil toplumlara çox böyük təsir göstərir.